Salam dostlar, mən Paşayeva Aytekin. Bugün yenidən sizinləyəm. Deməli, Namazov çalışmalar kitabından başlayacağıq. Bərabər yanlı və bərabər tərəfli üçbucaqdan qalan sualların izahına. Burada 19-cu sualda qalmışdıq. Keçən videoda 19-cu sualda yarımçıq qaldı izahımız. Baxaq. Bərabər yanlı üçbucağın, bu bərabər yanlı üçbucaqdır. Deməli, medianı onun perimetrini 33 və 43 olan iki hissələrə ayırır. Baxın, bu medianı bərabər yanlı üçbucaqda medianı onun perimetrini 33 və 42 hissələrə ayırır. Yəni, iki dənə üçbucaq demir. Deyir ki, medianı 33 və 42, üçbucağın medianı onun perimetrini 33 və 42 olan hissələrə ayırır deyir. Ona görə burada diqqətli olmaq lazımdır. Bura məsələn, A-dırsa burada A olur. Bura 2A olur. Buranı da bir B yazıram. İndi baxın, 2A üstəgəl A olsun 33. B üstəgəl A da olsun 42. Buradan 3A bərabərdir 11-ə, 33-ə. A da bizə verir 11. A 11-dirsə B üstəgəl 11 bərabər 42-yə, B də bərabərdir 31. B oldu 31. A'mız da 11. Bu şəkildə almış olduq. Deməli, bizim ölçülərimiz 11-dirsə, deməli, bura 22 olacaq. Axı 2A-dır, bir tərəfi, yan tərəfi 2 vur 11. Oldu 22. Deməli, ölçülərimiz oldu 22, 22 və 31. İndi isə belə deyək. İndi bu birinci halı idi. İndi gəlin ikinci hala baxaq. Yenə eyni şəkil çəkirik. Bura 2A, bura AA, burada X. Olsun B. Bayaq yazdığımız kimi B. 2A üstəgəl A bərabərdir 42-yə. 3A bərabərdir 42-yə. A bərabərdir 14-ə. Bir də B plus A bərabərdir 33-ə. A'mız 14-dürsə, B üstəgəl 14 bərabərdir 33-ə. B də bərabərdir 9, 19. B'miz də 19. A'mız 14 olduğunu biz tapdıq. Onda bəs 2A-da yan tərəf 2 vur 14 olur 28. Deməli, bizim üçbucağın ölçüləri 28, 28 və 19 olmuş olar. İndi davam edək. Səhifə 212-dən 20-ci məsələdən. Çalışma 20. Çalışma 20-də bizə deyir ki, bərabər yanlı üçbucağın oturacağı 36 santimetrdir. Yan tərəfinə çəkilən median bu üçbucağı perimetrləri fərqi 10 olan iki üçbucağa ayırır. Bu üçbucağın yan tərəfinin uzunluğunu tapın. İki hala baxın. Gəlin baxaq. Deməli, bu bizim bərabər yanlı üçbucağımızdır və oturacağı 36-dır. Yan tərəfinə çəkilən median perimetrləri fərqi, yan tərəfinə çəkirəm bir median. Baxın, yan tərəfinə bir median çəkirəm. Bura olsun AA, burada 2A. Bu da olsun M. 2 dənə üçbucağa bölür. Bu üçbucağın perimetrləri fərqi 10. Bir dənə bu qırmızı üçbucaq. Bir dənə də olsun bu sarı üçbucaq. Bunların perimetrləri fərqi 10'dur. İndi gəlin birincinin perimetrini yazaq. P1 bərabərdir 2A üstəgəl A üstəgəl M. O da P1 bərabərdir 3A üstəgəl M. P2-ni yazaq. Bu üçbucağın perimetrini P1. Bununkini də P2 yazaq. P2 bərabərdir M plus A üstəgəl 36. Deməli, indi gəlin bundan bunu çıxaq. Bərabərdir yazaq 10. 3A üstəgəl M. Çıxılsın M üstəgəl A üstəgəl 36 bərabərdir 10-a. 3A üstəgəl M-ə, çıx M-ə, çıx A, çıx 36 bərabərdir 10-a.
3A-dan bu A-nı çıxanda 2A. M-lər getdi, o da oldu 46. Mənfi 36 sağa keçdi, onunla toplandı. A da bizə verdi 23. A 23'dür. Daha doğrusu bizə 2A lazımdır. Biz elə 2A-nı tapdıq. Buradan bura oldu 46. Buradan bura oldu 46. Bizdən nə deyir? Üçbucağın yan tərəfinin uzunluğunu tapın. Bu birinci hal idi 46. İndi gəlin ikinci hala baxaq. Perimetrləri 1 olmuşdu bu. Bir də olmuşdu bu. Bu perimetrlə bu perimetr. Biz birinci P1-dən P2-ni çıxdıq. İndi də P2-dən P1-i çıxaq. Bərabər yazaq 10-a. P2 M plus A üstəgəl 36 çıxılsın. 3A topla M bərabərdir 10-a. İndi bu şəkildə yazaq ikinci halda. Bu ikinci hal. M plus A üstəgəl 36 çıx 3A çıx M bərabərdir 10-a. M'lər getdi. Bu mənfi 2A. 36 sağa keçdi. Mənfi 36 üstəgəl 10. Bu da mənfi 2A bərabərdir. Mənfi 26. 2A bərabərdir 26. Biz 2A-nı tapırıq. 2A-mız yan tərəfdir. 2A bərabərdir 26. Baxın, indi də bu dəfə də burada yan tərəfi 26 aldıq. Deməli, birinci halda 46, ikinci halda 26. Bu şəkildə almış olduq. Davam edək uşaqlar 21-ci sualdan. Birinci suala baxaq. Çalışma 21. Deyir, oturacağı AC olan bir dənə üçbucaq çəkirəm. Oturacağı AC olsun. AC olan ABC bərabər yanlı üçbucaqda BD medianının uzunluğu BD medianının uzunluğu 12'dir. Bu medianın uzunluğu 12'dir. Baxın. ABC üçbucağın perimetri 48 olarsa ABD üçbucağının perimetrini tapın. P üçbucaq ABC perimetri 48'dir. P ABD'ni tapın. Bərabərdir sual. Gəlin baxaq, görək nə edirik. İndi uşaqlar, deməli biz nə edəcəyik? Böyük üçbucağın perimetri bura A'dır, bura A'dır. Yazıram 2A üstəgəl B bərabərdir 48'e. Uşaqlar, biz hansı üçbucağın perimetrini tapmalıyıq? ABD üçbucağının. Baxın, ABD üçbucağı budur. Bunun perimetrini tapmalıyıq. Onda biz necə yazacağıq? A üstəgəl 12 üstəgəl, gəlin belə yazaq. P üçbucaq ABD bərabərdir A üstəgəl B necə olur? Bu median yarı bölür də çəkildiyi tərəfi. B böl 2, B böl 2. B böl 2 üstəgəl 12. Bunu da ortaq məxrəcə gətirsək 2-də 2A üstəgəl B üzərinə gəl 12. Bəs biz burada 2A üstəgəl B-ni 48 almışıq axı. 48 böl 2 üstəgəl 12. 24 üstəgəl 12, o da bərabərdir 36. Deməli, üçbucaq ABD-nin perimetri 36 oldu. Cavab 36. Davam edək çalışma 22-dən. Deməli, 22-ci sualdan davam edək. ABC bərabər yanlı üçbucağında bu bərabər yanlı üçbucaqdır. Sağa çəkək biraz. Bu bərabər yanlı üçbucaqda AC oturacaqdır. Bu da B. BD medianı çəkilmişdir. Median çəkildiyi tərəfi yarıya bölür.
Və BD uzunluğu 20'dir. P üçbucaq, ABD 65. ABC üçbucağının perimetrini tapın. ABC üçbucağın P üçbucaq ABC bərabər sual. İndi baxın. Bura A'dırsa burada A'dır. Bura B'dirsə bura B ümumi olaraq oturacağın uzunluğunu B qəbul edirəm. Bura B bölü 2, B bölü 2 olar. Və bizdən ümumi üçbucağın perimetrini istəyir. Mən perimetr ABD'nin perimetrini yazıram A plus B bölü 2 üstəgəl 20 bərabərdir 65 yaza bilərəm. A üstəgəl B bölü 2 bərabərdir 45. Bu da bizə verir 2-də 2A ortaq məxrəcə gətirəndə B bərabərdir 45-ə. Deməli, buradan da 2A üstəgəl B bərabərdir 90-a. İndi mən P üçbucaq ABC-nin perimetrini yazsam, A üstəgəl B. Bu da mənə verəcək 2A üzərinə gəl B. Deməli, bu 2A üstəgəl B 90-sa, deməli, bu da 90 olmuş olur. Cavab 22-ci sualda 90 olar. Davam edirik 23-cü sualla. Bərabər yanlı üçbucaqdır. Gəlin bərabər yanlı üçbucağı çəkək yenidən. Yan tərəfinin oturacağına nisbəti, bərabər yanlı üçbucağın yan tərəfinin oturacağına nisbəti 4 bölü 3. Bura olsun 4K, bura olsun 3K. Və perimetri isə 8, burada 4K-dır bərabər yanı. Perimetri isə oturacağının 8 mislindən 52 cm kiçikdir. Gəlin perimetrini yazaq. 4K üstəgəl 4K üstəgəl 3K. P də bərabərdir 11K-ya. Aha, indi bizə nə deyir? Deyir perimetri oturacağının 8 mislindən perimetri 11K bərabərdir. Oturacağının 8 mislindən oturacağı 3K'dır. 8 misli 3K'nı vururam 8'e. 8 mislindən 52 cm kiçikdir. Perimetri kiçikdir. O zaman perimetrin üzərinə 52 gəlirəm ki, sağ sola bərabər olsun. Gəlin baxaq. 52 üstəgəl 11K bərabərdir 24K. Bu da olur. 24-dən 11'i çıxanda 13K bərabərdir 52-yə. K bərabərdir 4-ə. Bu şəkildə K-nı tapdıq. O zaman K 3, 4-dürsə bizdən nə istəyir? Üçbucağın tərəflərini tapın. Bu tərəfi 4 vurulsun 4 bərabərdir 16. Bura oldu 16. Onda burada 16. Oturacaq da 3 vur 4. O da 12. Burada oldu 12. Bu şəkildə almış olarıq. Deməli, bu üçbucağın tərəflərini tapın. 16, 16 və 12 almış olduq. Davam edirik çalışma 24-dən. Perimetri 46 olan ABC bərabər yanlı üçbucağında AB bərabərdir BC-yə. AB bərabərdir BC-yə. Perimetri 46 olan ABC bərabər yanlı üçbucağında AB BC-yə bərabərdir. Baxın, perimetrdə 46-dır. P üçbucaq ABC 46. Bu şəkildə almış olduq. İndi deyir ki 3AB çıx 2AC bərabərdir 13 olarsa onun tərəflərini tapın. 3AB buralar AA olsun, buralar da B olsun. 3AB 3A çıxılsın 2AC. 2AC'miz də B, 2B bərabərdir neçəyə? Yazıram 13'ə. Bir də mən perimetr 46 olduğuna görə yazıram 2A üstəgəl B
bərabərdir 46-ya. Burada nə aldıq? Sistem tənliyi aldıq. Bu şəkildə bir sistem tənliyi aldıq. Bunu həll etmək üçün birinci olduğu kimi qalsın. İkinci sistemin hər tərəfini 2-yə vuraq. 4A üstə gəl 2B 12 8 92. Tərəf-tərəfə toplasan bunlar gedir. 7A bərabərdir 5 5 9-un üstə də 1 gəlirəm 10 105. A da bərabərdir 15. Bizdən nə istəyir uşaqlar? Onun tərəflərini tapın. Üçbucağın tərəflərini istəyir. A-nı 15 tapdım. Burada 15. İndi lazımdır ki biz B-ni tapaq. Gəlin B-ni də tapaq. Mən B-ni ikinci sistemdən tapa bilərəm. 2 vur 15 üstə gəl B bərabərdir 46. 30 üzərinə gəl B bərabərdir 46. B bərabərdir 16. Deməli, üçbucağın tərəfləri 15, 15 və 16 bu şəkildə almış olarıq. Çalışma 25-dən davam edək. ABC bərabər yanlı üçbucağın AB yan tərəfinin uzunluğu 14-dür. Gəlin üçbucağı çəkək. AB yan tərəfinin uzunluğu bura A-dır, bu B-dir, bu da C-dir. AB yan tərəfinin uzunluğu 14-dür. AB tərəfinin D orta nöqtəsindən buna çəkilmiş. AB tərəfinin D orta nöqtəsi olsun bura. D orta nöqtəsindən buna çəkilmiş perpendikulyar. B tərəfinin D orta nöqtəsindən BC tərəfini Y nöqtəsində kəsir. Burada olsun Y nöqtəsi, burada perpendikulyar. A, Y nöqtələri, A və Y nöqtələri, A-Y parçası, A və Y nöqtələrindən A-Y parçası çəkilmişdir. Baxın, A-Y parçasını çəkdim. AYS üçbucağının perimetri AYS P üçbucaq AYS bərabərdir 24 olarsa AS'nin uzunluğunu tapın. AS'nin yəni X'i tapın. Baxaq. Bura 7 olar. O zaman burada 7 olar. AB'nin uzunluğu 14'dürsə. Burada perpendikulyar olar. Deməli, AYS'nin uzun perimetri 24-dürsə, bura bir H yazaq, məsələn. Yazmayaq H, bura bir yazaq M. Burada bir N yazaq. 7 plus N bərabərdir 24'ə. M plus N bərabərdir 17. M plus N 17 aldım. Və bizdən nə istəyir uşaqlar? Bizdən istəyir ki, X'i tapaq. Yəni AS'ni. Deməli dostlar, biz burada nə edəcəyik? İlk öncə üçbucaq ABY-yə baxacağıq. Mən ölçüləri üzərində hərflərlə qeyd eləmişəm. Baxın, ABY-yə baxaq. ABY-yə baxaq. İndi burada bu üçbucaq bərabər yanlı olacaq. Bərabər yanlı olacaq. Niyə? Bərabər yanlıdır. Bu həm perpendikulyardır, həm bu tərəfi yarı bölüb. O zaman nə olur? Həm perpendikulyar, həm median olduğuna görə deməli deyirəm ki, ABY üçbucağı bərabər yanlıdır. Buranı n-lənmiş AY n-dirsə, BY də n olur. BY də n olur. Axı dedik bərabər yanlıdır. O zaman deməli bunu silirəm. Buranı M yazmışam. Bu M-i silirəm. Burada M yazıram YS-yə. Və bizə də demişdi ki, P üçbucaq AYS 24. Onda mən 24 hansı bu üçbucaqdır da AYS bu sarı üçbucağın perimetri 24 olduğunu bizə veribdir. Elə deyilmi dostlar? Onda mən gəlin ölçüləri yazım. N plus X bərabərdir 24'ə. M plus N
Axı bayaqları bərabər yanlı olanda 14 demişdi. Burada da 14 demişdi. Bunda m-nin yerinə mən 14 üzərinə gəl x bərabərdir 24 yazsam, x də bərabərdir 10 almış olaram. X də nədir? AC. AC bərabərdir 10. Deməli bizdən AC oturacağını istəyir. AC oturacağı da 10 santimetr olmuş olar. Cavab aldıq 25-də 10. Çox gözəl məsələ idi dostlar. Davam eləyək növbəti sualdan 26-cı suala baxaq. Deyir BD AC-yə perpendikulyar olduğunu isbat edin. Burada BD hardadır? Bu şəkil düzgün çəkməyiblər. Nə soruşduqlarını özləri də bilmir. AC hanı? AC parçasının müxtəlif tərəflərində ABC və ABC yəqin belə deyir. ABC bir dəqiqə ABC və ADC bərabər yanlı üçbucaqları qurulmuşdur. ABC budur. ADC də belə ola bilər. Uşaqlar, bu məsələdə nəysə problem var sanıram. Verilənlərlə bağlı problem var. Baxmıram, isbatdır. Özünüz baxın, kifayət qədər isbatlar eləmişik. 27-yə baxaq. 27-də də inşallah elə bir problem yoxdur. AB BC-yə bərabərdir. AB BC-yə bərabərdir. AD buradır. YC olduqda isbat edin ki, AOC üçbucağı bərabər yanlıdır. Gəlin baxaq. Bu üçbucağın bərabər yanlı olduğunu isbat edin. Gəlin verilənləri yazaq. Çalışma 27. Deməli verilir AB BC-yə AD YC-yə ispat edin ki üçbucaq AOC bərabər yanlıdır. Aha, indi isbatını başlayaq. Uşaqlar, AB BC-yə bərabərdirsə, üçbucaq ABC bərabər yanlı üçbucaqdır. Bərabər yanlıdır. Bu bərabər yanlı üçbucaqda da AD bərabərdir YC olduğunu bizə verib. Elə deyilmi? Biz keçən dərslərimizin birində isbat eləmişdik ki, bu üçbucaq, baxın, bu üçbucaq ADC bərabərdir üçbucaq AYC-yə. Bunu biz keçən dərslərimizin birində isbat eləmişdik. Bu üçbucaqların bərabərliyindən baxın, bu bucaq bu bucağa bərabər olur. Bu bucaq da bu bucağa bərabərdir. O zaman belə çıxır. Bu bucaq bu bucağa bərabər olanda bu xırda alfa bucağı buradakı bu xırda alfa bucağına bərabər olmuş olur. Yəni həmin üçbucaqlar da bərabər olur. Yəni gəlin bunu sarı rənglə görsədək. Baxın, bu sarı üçbucaqlar bir-birinə bərabər olmuş olur. O zaman arada qalan bax bu beta bucağı deyək bu sarıya. Burada beta bucağı. Bunlar da buradan eyni qədər bucaq ayrıldığına görə bu beta bucaqlar da bir-birinə bərabər olur. O zaman buradan çıxır ki, üçbucaq AOC bərabər yanlı olur. Bərabər yanlı olur. İspat olunur. Mənim dediyim bu cümlələri yazsaz, o sizin isbatınız olmuş olar. Bu qədər dostlar, sağ olun. Növbəti görüşlərdə görüşmək üzrə. Kanalımızı bəyənib abunə olmağı unutmayın ki, daha çox faydalanasınız. Sağ olun.